Hər kəsə salam. Bugün sizinlə dünyanın 7 möcüzəsi haqqında danışacağıq. Videonu izlədikdən sonra videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Dünyanın 7 möcüzəsindən biri daşdan düzəldilmiş bu nəhəng tikililər piramidalardır. Piramidalar Misir firavunlarının sərdabələri olmuşdur və təqribən 5000 il əvvəl qədim Misirdə yaradılmışdır. Bu zaman firavunların hakimiyyəti hədsiz-hüdudsuz idi. Onları allahlara bərabər tuturdular. Möhtəşəm sərdabələr firavunların ölümündən sonra da onların hakimiyyətinin əzəmətini xatırlatmalı idi. Ehramlardan ən böyüyü firavun Xeopsun hökmü ilə ucaldılmışdır. Onun hündürlüyü 146,6 metr olub, təqribən eramızdan əvvəl 28-ci əsrdə tikilmişdir. Piramidaların tikintisinə təxminən 100 mindən artıq insan çalışmış və 20 il ərzində tikinti başa çatdırılmışdır. İkinci möcüzə Semramidanın asma bağlarıdır. Dünyanın ikinci möcüzəsi Semramidanın asma bağları qədim şərqin böyük və zəngin şəhəri olan Babildə yerləşmişdi. Əfsanəyə görə bu bağlar Assuriya məlikəsi Semramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağlar eramızdan əvvəl 7-ci əsrdə padşah Nabuxodonosorun əmri ilə salınmışdı. Bu padşah öz sarayını yerdən 6 mərtəbəli ev hündürlüyündə qaldırılmış süni meydan tikdirmişdi. Bu meydana 6 cərgə terras qalxırdı. Kərpicdən tikilən sıra bağlar üzərində qurulmuş bu terraslardan hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdı. Pilləvari bağları əmələ gətirən bu terraslar yuxarıdakı sarayla birlikdə nəhəng bir dağa bənzəyirdi. Üçüncü möcüzə Artemidanın Efes şəhərindəki məbədidir. Qədim Yunan ilahəsi Artemidanın Asiyanın Efes şəhərindəki məbədi dünyanın üçüncü möcüzəsi sayılırdı. Bu məbəd təxminən 120 ilə tikilmiş və eramızdan əvvəl təqribən 550-ci ildə hazır olmuşdur. Məbəd özünün gözəl naxışları və qiymətli əşyaları ilə məşhur idi. Eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bir nəfər şöhrətlənmək istəyərək məbədi yandırmışdı. Bundan sonra Herostratın adı mənasız barbarlıq rəmzi olmuşdur. Dördüncü möcüzə Olimpiyadakı məbəddə Zevsin heykəlidir. Yunanistan cənubunda Olimpiya oyunlarının vətəni olan Olimpiyadakı məbəddə qədim Yunanların baş allahı Zevsin heykəli vardı. Böyük heykəltaraş Fidi tərəfindən təxminən 2500 il bundan qabaq eramızdan əvvəl 5-ci əsrdə yaradılmış bu heykəl 4-cü möcüzə idi. Qızıldan, fil sümüyündən və qarağacdan düzəldilib qiymətli daşqaşlarla bəzədilmiş 14 metrlik nəhəng heykəl Zevsi taxta oturmuş vəziyyətdə təsvir edirdi. Onun başında qızıldan düzəldilən zeytun budaqlarından hörülmüş çələng vardı. Zevsin başı, qolları, sinəsi fil sümüyündən yonulmuşdu. Saqqalı qızıldan idi. Fidi Zevsə nəcib insan görkəmi verilmişdi. Zevsin saqqalı həşiyələnmiş, sifəti təkcə ciddilik yox, həm də xeyirxahlıq təsiri bağışlayırdı. 5-ci möcüzə Halikarnasda Mavsolu məqbərəsidir. 5-ci möcüzə Asiyada Karya padşahlığının paytaxtı Halikarnasda, yəni Türkiyənin indiki Bodrum şəhərində olmuşdur. Bu Karya padşahı Mavsol üçün onun dul arvadı Artemisiyanın eramızdan əvvəl 4-cü əsrin ortalarında tikdirdiyi əzəmətli məqbərə idi. Məqbərənin birinci yarusu ağ mərmərdən relyef zolaqla əhatə edildi. İkinci yarus yaraşıqlı mərmər süturlardan, üçüncü yarus isə ehram şəkilli mərmər damdan ibarət idi. İkinci Mavsol və Artemisiyanın mərmər heykəlləri olan 4 atlı araba Halikarnas məqbərəsini tamamlayırdı. 6-cı möcüzə Rodos nəhəngidir. Eramızdan əvvəl 3-cü əsrdə sərkərdə Demetri Rodos adasına hücum edir. Lakin Demetri azadlıqsevər Rodosları məğlub edə bilmir. Adanın uğurlu müdafiəsi şərəfinə Rodoslar adada dünyanın ən böyük heykəlini qoymağa qərar alırlar. Heykəltaraş Xarosun yaratdığı və Rodos nəhəngi adlanan bu heykəl 6-cı möcüzə idi. Dənizdə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunç heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralanmış, sağ əli gözlərinin üstünə qaldırılmışdı. Başında günəş şüalarının rəmzi olan tac vardı. Bu günəş allahı Xeliosun təsviri idi. Ada sakinləri onu öz himayəçisi sayırdılar. 7-ci möcüzə İskəndəriyyə mayakıdır. Eramızdan əvvəl təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında memar Knidli Sostrat qədim Yunanistanın ən böyük mayakını tikmişdi. Dünyanın 7-ci möcüzəsi sayılan bu qüllənin hündürlüyü 120 metrdir. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərən tonqal yanırdı.